Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Bu videoda sizə üçbucaqlar mövzusunun birinci və ikinci alt başlıqlarının yalnız 2025 test toplusunda olan suallarını işləyəcəm. Birinci başlıqda iki sualımız yeni sualdır. Deməli, 3 modulun cəmi sıfırdan kiçik ola bilməz. Moduldan həmişə müsbət qiymətlər çıxır. Onda onlar sıfıra bərabər ola bilər. Kiçikdir bərabər verdiyinə görə, deməli, bərabər də ola bilər. Hər birini ayrı-ayrılıqda sıfıra bərabər eləyirik. A plus B çıx 13 bərabərdir sıfıra. A plus B bərabərdir 13'ə. B plus C çıx 14 bərabərdir sıfıra. B plus C bərabərdir 14. A plus C bərabər olacaq 15. Bunları alt-alta toplayanda 2A plus 2B plus 2C bunları alt-alta toplasaq bərabər olar 27, 15, 42'ye. Hər birini 2'ye bölsək A plus B plus C bərabər olacaq 21'ə. İzin perimetri soruşur. Perimetri ilə 21'dir. 3 modulun cəmi sıfırdan kiçik yox, amma bərabər ola bilər. Hər birinin qiyməti sıfır olarsa. A plus B çıx 11 bərabərdir sıfıra. A plus B bərabərdir 11. B plus C çıx 12 bərabərdir sıfıra. B plus C bərabərdir 12. A plus C çıx 13 bərabərdir sıfıra. Bərabərdir 13. Bunları alt-alta toplasaq, hər birindən 2 dənə var. 2A topla 2B topla 2C bərabərdir 36. Hər birini 2'ye bölsək A plus B plus C bərabərdir 18. Bizdən perimetri soruşur. Perimetr elə 18'dir. İkinci başlıqda 2, 4, 6, 7 dənə yeni sualımız var. İkinci alt başlığa başlayırıq. A və C bucağın tən bölənləri D nöqtəsində kəsişir. Deməli, bu tən böləndir alfa, alfa. Bu da tən böləndir beta, beta. AD tən böləndirsə, CD tən böləndirsə, mütləq BD də tən böləndir. Üçbucağın tən bölənləri üçbucağın daxilində bir nöqtədə kəsişir. Yəni, BD median olası deyil ki, o birisi də tən böləndir ki, BD də tən böləndir ki, gəlib tən bölənlərin kəsmə nöqtəsindən D-dən keçir. Deməli, bu tən bölən olduğunu bildik. Bura 100 dərəcə verilibdir. ADC 120 dərəcə veribdir. Tam bucaq 360 olması üçün bura qalacaq 140 dərəcə. Cəmləyəndə 3 bir yerdə 360 olmalıdır. Birinci sorumuz. Praktiki sol. Üçbucaq. Birinci usula baxaq şagirdlər. Üçbucaq ADC baxsaq, təpə bucağı 120 dərəcədirsə, alfa topla beta 60 dərəcədir. Üçbucaq ABC-yə baxsaq, ABC üçbucağının daxil bucaqlarının cəmi 180'dir. Yəni 2 alfa topla 2 beta topla təpə bucağı B bərabərdir 180'ə. Alfa plus beta 60'dırsa 2 alfa topla 2 beta eləyəcəkmi? 120. Buradan təpə bucağını tapırıq neçə? 60. B bucağı 60'dırsa tən böləndir. 30, 30. Soldakı üçbucağa baxsaq 100, 30, 130 bura qalırmı? Alfaya qalırmı? 50. Onda burada 50'dir. Sağdakı üçbucağa baxsaq 140, 30, 170 bura qalırmı? 10. Bərabər deyə, onda burada 10'dur. Bizdən soruşur. DAC çıx DCA. DAC bizdə alfadır. DCA bizdə betadır. Alfa çıx betanı soruşur. Yəni 50 minus 10 cavab olar 40. İkinci usula baxaq. İkinci usulda bilməniz lazım şagirdlər. Dedik ki, bu tən böləndir. Şərtdə verilib bu tən böləndir. Tən bölənlər arasında qalan bucaq 120 dərəcədir. Üçbucağın tən bölənlər arasında qalan bucağının düsturu belə idi. X bərabərdir 90 dərəcə plus tən bölən çıxmayan bucağın yarısı. Yəni B təpə bucağının yarısı. Elə bir ki, A'dan tən bölən çıxıb AD və CD. B bucağını buradan tapa bilərik. Tən bölən arasında qalan bucaq X-dir. Bizdə tən bölən arasında qalan bucaq 120'dir. 120 bərabərdir 90 üstə gələk təpə bucağının yarısı. Keçdi bu tərəfə 30 bərabərdir B bölünsün 2. B bucağı oldu 60. Şagirdlər, bu üstünü bilmək məcburiyyətindəsiniz. İndi irəlidəki suallarda olacaqdır. Sırf buna aid körbucaqlı üçbucaqda üçbucaq bərabərsizliyinə aid sual işləyəcəyik. Yəni, məsləhət görürəm ki, bu üstünü əzbərdən bilin. İndi B bucağı 60'dırsa dedik ki, BD də tən bölən olduğuna görə oldu mu 30-30? Zaten bura 100 verilibdir.
Zaten 360 olması için burada 140'dır. Bu üçbucağa göre 130 bura qaldı 50. Tənböləndir deyə 50. Bu üçbucağa göre 140, 30, 170 bura qaldı 10. Burada qalacaq 10. Şərtdə soruşur alfa çıx beta. Yəni 50 minus 10. Bu da ikinci soru. ABC üçbucağında BD və CY tənböləndir. BY'nin YD'yə nisbəti 2'dir. Yəni bura 2'dirsə, bura 1'dir. 2'nin 1'ə nisbəti 2'dir də. BY'nin YD'yə nisbəti 2'dir. Yəni 2'nin 1'ə nisbəti. AB 6'dır. Soruşur AD'ni tapın. Diqqətimizi yönəldirik üçbucaq BDC'yə. BDC üçbucağında CY nədir? Tənböləndir. Tənböləndirsə, tənbölən qarşı tərəfi 2'nin 1'ə nisbətində bölübsə, onda yan tərəflər də 2A 1A'dır mı? Yəni tənböləndə tərəf necə nisbətdə bölünübsə, yan tərəflər də həmin nisbətdə bölünüb. 2A'nın A'ya nisbəti. Bu aydındır. Sonra baxırıq indi üçbucaq. Buna baxdıq və 2AA yazdıq. İndi baxırıq üçbucaq ABC'yə, yəni böyük üçbucağa. Üçbucaq ABC'də BD nədir? BD tənböləndir. Tənböləndirsə uyğun nisbətlər bərabərdir. Yəni 6'nın X-ə nisbəti bərabərdir 2A'nın A'ya nisbəti. Hansı qaydadır bu? Tutaq ki A'dırsa, B'dirsə, M'dirsə, N'dirsə tənbölən olanda A'nın M'ə nisbəti bərabərdir B'nin N'ə nisbəti. 6'nın X'ə nisbəti bərabərdir 2A'nın A'ya nisbəti. 6'nın X'ə nisbəti bərabərdir 2'nin 1'ə nisbəti. Çarpaz vursaq 2X bərabərdir 6, X bərabər deyir 3'ə. Cavab oldu 3, D variantı. Burada da cavab nə tapmışdıq? 40 A variantı. Öbürlərin variantı yox idi. Bu qədər. 20-ci sualımız bərabər yanlış bucağın oturacağı 12/2'dir və bucaqlardan biri 120 dərəcədir. Oturacaqdakı bucağın tənbölənini tapın. Olsun bərabər yanlış bucaq. Tamam. Təpə bucağı 120 dərəcədir. Onsuz bucaqlarından biri deyəndə bu təpə bucağı ola bilər ancaq. Oturacağı 12/2'dir. Oturacaqdakı bucağın tənböləninin uzunluğunu tapın. Oturacaqdakı bucağın tənböləninin. Əvvəla bilək ki, bərabər yanlış olduğuna görə 30-30'dur. Əvvəla bu üçbucağın yan tərəfini tapmaq olar. Yan tərəfinə A desək, bərabər yanlış bucağın təpə bucağı 120 dərəcə olarsa, oturacaq yan tərəfin kökü simsilidir. Yəni yan tərəfi köküsə vuranda oturacaq tapılır. Oturacaq da 12/2'dir. Buradan A bərabərdir 12/2'ni böləcəyik kökdə 3'ə. Bu səfər məxrəci kökdə 3'ə vursaq, 12/6 bölünsün 3, 12 3 getdi, 4/6. Yəni üçbucağın yan tərəfini tapdıq. Nə qədər? Üçbucağın yan tərəfini tapdıq 4/6. Bura 4/6'dır. Oturacaqdakı bucağın tənböləninin uzunluğunu tapın. Bu oturacaqdakı 30 dərəcəli bucağın tənbölənini çəkirəm. Bu tənbölənin uzunluğunu soruşur. Da bu 4/6'dan silirəm, bizə lazım deyil. Bu 30 dərəcə olduğuna görə, tənbölən dediyinə görə 15-15 böləcəkdir. Bu tənbölənin uzunluğunu soruşur. 120 dərəcədən necə istifadə edə bilərəm? Xaricinə hündürlük çəksəm. Baxın, bu 120 dərəcənin xarici bucağı 60'da axı. Bu 60'a hündürlük endirsəm, 60'ın uzantısına. Bura olacaq hündürlük endirdim deyə 90 dərəcə. Bura olacaq 30 dərəcə 60'a görə. 30 dərəcə bu oldu 30 dərəcəli düz bucaqlı bucaq. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu üç bucağın da hipotenuzu 4/6 olduğuna görə 30'un qarşısı olacaq 2/6. 60'ın qarşısı olacaq onun kök 3 misli. Yəni 2/6'nın kök 3 misli.
olacaq 2 kökdə 18. 18 də 9 vur 2 yazsaq, oradan da 3 çıxsa 6 kökdə 2 olacaq. Yəni bura olacaq 6 kökdə 2. İndi A, Y, K. Üçbucaq AYK-ya baxsanız, təpə bucağı 90 dərəcədir. Bu bucağı 30, orada 15 içəridə. Bu bucağı 45 dərəcədir. Onda bu necə üçbucaqdır? Bu bərabər yanlış bucaqdır. X də həmin bərabər yanlış bucağın nəyidir? Bərabər yanlış düzbucaqlı bucaqdır. 41 bucağı 30, 15, 45 olduğuna görə bu bucağı da 45'dir. X də həmin bərabər yanlış düzbucaqlı bucağın hipotenuzudur. Bir kateti bizdə tam olaraq var, amma bu katet deyildir. Hələ bu katetin bir hissəsidir. Bir katet bizdə tam olaraq varsa, onda hipotenuz tapmaq üçün kateti kökdə 2'yə vuracağıq. Yəni 45 dərəcəli xassəyə görə hipotenuz katetin kökdə 2 mislidir. 6 kökdə 2'nin kökdə 2 misli. Cavab olacaq 12. Tamam. 23. sual. Medianlar bir-birinə perpendikulyardır. Yəni medianlar arasında qalan bucaq, bir dənə böyüdüm baxın, 90 dərəcədir bura. AM 12'dirsə, medianlar 2'nin 1'ə nisbətində bölünür axı. Təpədən başlayaraq 2x plus x bərabərdir 12, 3x bərabərdir 12, x bərabərdir 4'ə. Onda bura qədər 8'dir, bundan sonrası 4'dür. BN 9'dursa 2y topla y 2'nin 1'ə nisbətində bölünür axı medianlar təpədən başlayaraq. 3y 9, y olacaq 3. Yəni burası 6'dır, burası yarısıdır 3'dür. Onda bura 90 dərəcə olduğuna görə, şərtdə 90 dərəcə verdiyinə görə 6, 8, Pifaqordan buranı tapırıq 10. Bizdən CK-nı soruşur. CK da gəlib ağırlıq mərkəzindən keçdiyinə görə mediandır. Və CK-nı uzatsaq, bir dənə bunu buradan aşağı yazın biraz. Bu KY deyə bura. Deməli KY mediandır. KY mediandır. Hansı üç bucağın medianıdır? Üçbucaq AKB-nin. Üçbucaq AKB necə üçbucaqdır? Üçbucaq AKB düzbucaqlı bucaqdır. Düzbucaqlı bucağın medianı hipotenuzun yarısına bərabərdir. KY AB-nin yarısıdır. Yəni AB-ni də 10 tapmışıq deyə KY 5'dir. Bura 5'dir. Medianlar təpədən başlayaraq 2'nin 1'ə nisbətində bölündüyünə görə KY 5'dirsə CK-ya da 10 qalacaqdır. Bizdən CK-nı soruşur. 2 vur 5, cavab 10. 25. sualımız 3 modulun cəmi 0'a bərabərdirsə, deməli onların hər biri ayrı-ayrılıqda 0'a bərabərdir. Hər birini ayrı-ayrılıqda 0'a bərabərləşdirəcəm. A plus B çıx 17 bərabərdir 0'a. A plus B bərabərdir 17'yə. B plus C çıx 25 bərabərdir 0'a. B plus C bərabərdir 25'ə. A plus C çıx 18 bərabərdir 0'a. A plus C bərabərdir 18. Yine ayaqçı birinci sualda olduğu kimi alt-alta toplayanda 2A plus 2B plus 2C bərabərdir. 17, 25 elədi 42, 42, 18 elədi 60. Onda belə çıxır ki, hər birini 2'yə bölsək A plus B plus C 30'dur. A plus B'nin yerinə 17 qoysaq, 17 plus C bərabərdir 30'dan C tapılır 13. Düzdür. İkinci tənlikdə C'nin yerinə 13 qoysaq, B plus 13 bərabərdir 25'dən B tapılır 12. Belki bunu biraz sola sıxın. Deməli, ikinci tənlikdə C'nin yerinə 13 qoysam, B plus 13 bərabərdir 25'dən B tapılır 25 çıx 13, 12. Axırıncı tənlikdə C'nin yerinə 13 qoysam, A plus 13 bərabərdir 18, A bərabərdir 5'ə. Deməli, üçbucağın tərəfləri 5, 12, 13. Tərəfləri 5, 12 olan üçbucaq necə üçbucaqdır? Pifaqor ədədləri olduğuna görə düzbucaqlı bucaqdır. Deməli, biz ədədlərdən bildik ki, bu düzbucaqlı bucaqdır. Tərəfləri 5, 12, 13 ancaq və ancaq düzbucaqlı bucaq ola bilər. Böyük hündürlüyünü tapın. Düzbucaqlı bucağın 3 dənə hündürlüyü. Bax, ben sizə yazdığımız sualların hamısını ətraflı kimi yazıram. Yəni, siz bütün sualları belə yazmağı öyrənsəniz, qapalı sualları belə ətraflı yazma vərdişi formalaşırsanız, o zaman ətrafları rahat-rahat tam bal ala bilərsiniz.
Üçbucağın böyük hündürlüyünü soruşur. Düzbucaqlı üçbucağın 3 dənə hündürlüyü var. Bir kateti 5 həm də onun hündürlüyüdür. Yeganə üçbucaqdır ki, tərəf həm də hündürlüyüdür. İkinci hündürlüyü digər katetidir, 12-dir. Üçüncü hündürlüyü isə hipotenuza endirilmiş hündürlükdür. Ən böyük tərəfə endirilmiş hündürlük ən kiçikdir. Bu normalda ən kiçikdir. Və onu necə tapırıq? H bərabərdir AB bölünsün C-dən tapırıq. Yəni 5 vur 12 bölünsün 13. Yəni 60 bölünsün 13 daha balacadır. Ümumiyyətlə üçbucaqda böyük tərəfə endirilmiş hündürlük kiçikdir. Gördüyünüz kimi üçbucağın 3 dənə hündürlüyü var. Böyük hündürlüyünü soruşduğuna görə cavab nə olacaqdır? 12 ən böyük hündürlüyüdür. 30 nömrəli sual. YC CD 6'dır. YC'ye 6 qoyaq. CD'ye 6 qoyaq. Bunlar perpendikülerdir. AD 2'dir. Burada 2'dir. AB'ni tapın. Tamam. BD perpendikülerdir AY'ye. AF beraberdir FY'ye. AF beraberdir FY'ye. Onda üçbucaq ABY'de, üçbucaq ABY'de BF həm hündürlükdür, 90 dərəcə bucağı mənə gətiribdir. BF həm hündürlükdür, həm də mediandır. Bir üçbucağın hündürlüyü həm də median kimi çıxış eləyirsə, deməli bu üçbucaq bərabər yanlış bucaq. Deməli ABY bərabər yanlış bucaqdır. Yan tərəfi x-dirsə, bu tərəfi də deməli x-dir. Bu aydındır, buraya yazdığı kız. Tamam. Hündürlükdür, mediandır. Bərabər yanlış bucağın hündürlüyü medianı həm də nədir? Həm də tənböləndir. Onda bura tənböləndir. Bu BF tənböləndirsə, onda BD də tənböləndir də. Yəni tənbölənin uzantısı tənbölən olacaq da. Çünki bucağı tənbölüdür. BD tənböləndirsə, böyük üçbucağı tətbiq edəcək tənböləni. Yəni o üçbucağı belə bir qırağa çıxartdım. Sanki burası x-dir. Burası x plus 6'dır. BD tənböləni qarşı tərəfi nətər bölükdür? 2'yə və 6'ya. Tənbölənin nisbətlər qaydası necə idi? X-in 2'yə nisbəti, x plus 6'nın 6'ya nisbəti. Çarpaz vursam 6x bərabərdir mi? 2x topla 12. Buradan 4x bərabərdir 12. X bərabər oldu 3'e. Cevap oldu 3. Aydın oldu. Bərabər yanlış bucağın hündürlüyü həm də tənböləndirsə, deməli, daha doğrusu üçbucaqda hündürlük həm də mediandırsa, deməli o bərabər yanlış bucaqdır. 31-ci sualımız. Deməli, DY paraleldir AC-yə, M medianların kəsişmə nöqtəsidir. M medianların kəsişmə nöqtəsidir. Biraz böyüdək bunu. Bura ağırlıq mərkəzidir. KM 6'dır. Deməli, KM 6'dır. M ağırlıq mərkəzidir. DY paraleldir AC-yə. Bizdən də BF'i soruşur. DY'nin AC-yə paralel olması bizə nə verər? Oxşarlıq verər. Başqa nə verər? Deməli, M medianların kəsişmə nöqtəsidirsə, təpədən başlayaraq 2'nin 1'ə nisbətində bölünəcək. Bura x desəm, təpədən M-ə qədər x plus 6'dır. Yox, eləməyəcək. Yadıma düşdü. Deməli, M ağırlıq mərkəzidirsə, CD mediandır. Çünki median gəlib ağırlıq mərkəzindən keçib. CD, ətraflı kimi belə yazarıq. CD mediandırsa, onda D nöqtəsi AB tərəfinin orta nöqtəsidir. Bu aydındır. D nöqtəsi AB tərəfinin orta nöqtəsidir. Çünki nədir? CD mediandır. Və DY paraleldir AC verdiyinə görə
verdiyinə görə. Onda DY orta xəttdir. DY orta xəttdir. ABC'nin orta xəttidir. Çünki D nöqtəsi tərəfin ortasıdır və oturacağı paralel. Deməli bu DY orta xəttir. Tamam. Orta xəttdə hər şeyin ortasından keçər də, hə? Həm medianın, həm tənbələrin, həm hündürlüyün ortasından keçər. Yəni DY orta xətdirsə, belə çıxır ki, BK bərabərdir KF-ə. BK bərabərdir KF-ə. Aydın niyə? Çünki median, orta xətt həm də medianın ortasından keçir. Bura X-dırsa, ağırlıq mərkəzindən aşağı. Medianlar 2-ni birə nisbətlə bölünür. Bura X-dırsa, M-dən aşağısı X-dirsə, buradan axıra qədər, yəni M-ə qədər nə olmalıdır? Buradan bura qədər 2-ni birə nisbətlə bölündüyünə görə 2x olmalıdır. Burada zaten 6 verilibdir. Onda bir saniyə səbirli olun. Bir daha deyirəm. Buradan bura qədər 2x olmalıdır. Şərtdə burada 6 verilibdir. Onda bura olacaqmı? 2x minus 6. Yəni BK oldu mu 2x minus 6? BK oldu 2x minus 6. Bəs KM nə qədər, KF-i nə qədər görürsünüz hal-hazırda? KF-i nə qədər görürsünüz? KF 6 plus x. 6 plus x. BK da KF-ə bərabərdir. Çünki medianın ortasından keçir. Onda 2x çıx 6-nı bərabərləşdirirəm 6 plus x. Beləliklə x tapıram. X bərabər olur 12'ye. X sola, 6 sağa, x oldu 12. BF soruşur. BF. B'dən M-ə qədər 2x-dirsə, M-dən F-ə qədər də x-dirsə, BF medianımız 3x-dir. Onun cavabı olacaq 3 fıraq 12, 36. Aydındır. Bu qədər. Növbəti videoda görüşmək ümidiyle. Sağ olun.